2080 edir Azərbaycan hesablamaq 2080, hesablar. o birisində neçə tapdıq? 6 tapdıq da. 2086. Mənim sizin Sonra yazdıqlarınız ekrana biraz geç gəlir ya da məndə internetdə problem var. ola bilər ki, internetdə problem var. Anladım. Ondan sonra bu 70 idi də, Bayaqdan onsuz 72. Bayaqdan olsa geri gəlirdi. 110-la qoşuldum mən. Bir yağış Aha, yağır deyəsən onun üçün nəsə bir şeydir. ola bilər. Biz Azərbaycanda bilmirsən, biraz yağış oldu, nə bilim, fərqli nəsə oldusa sırası başlayır da. Azərbaycan. Hə, yəni şeydir. Sırası uydan dəhşət, nə yağış yağır, möcüzə. Sanki elə bir şey ola bilməz. Sonra 72. 2 Aha. müəyyən kodlaşdırma sistemində deyir, hər bir simvol 32 bit yer tutur. Bu sistem ilə kodlaşdırılmış informasiya 3 səhifədən ibarətdir. Hər səhifədəki informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiyanın həcmindən 2 dəfə azdır. Yəni x, 2x, 4x-dir. Toplayıram, vururam nəyə? 32 bitə. Məlumatın ümumi həcmi 560 baytdır. Bunu bərabər edəcəm 560 bayta. Okey? Hı. Tamam. X-i tapırsam vəssalam, məsələ çözülür. Başa düşdüm. Təmas kimi yox, yəni tənlik kimi eləyərəm. Hədə, yəni belə də 7x vurulsun Elə bir 3, 7x 32 bərabərdir 560 vurulsun 8. Sonrasında bununla bu yenə geçsin 4 8-ə qalsın. 4 qalır 560'da orada. 28'e bölürsen x olur 20. 20, 80-ə 4 40, qalır. 80. 40 ile 80. Başa düşdüm. Ondan sonra 73. Müəyyən bir sistemli qeydiyyatdan keçmək üçün şəxsi şifrə və burada bayaq elədiyimiz məsələnin eynisidir də. Hansı simvollardan istifadə etmək olar? Ee, 1, 2, 2, 3, 4, 5, 6, 6, 7, 8, 7. 9, 10, 11 də simvol var. Aha. Deməli, hər simvolun neçə bitdi onda? Hər sim 11 dənə, 11 dənə olur. Yoxsa bir Yox. dəqiqə 11 11 simvolsa bu 200-ü 200'də 4-ə 3'dən yaxındır. sağ ol, 4 bit. Aha. Bir simvolum 4 bitdi. Nə istəyir bizdən? Aha. 15 simvollu şifrə var. Deməli, 4-ü 15 15-ə sıfırdan 4 vuracam. bitər. 61. 61. Aha. Və tam bayt uzunluğunda yazılır deyir şifrə. 60 o 206-ya yaxın olduğuna görə 6 ilə yazıldı. Yox. 60 bitim neçə bayt olacaq? 60 neçə baytda? 206 deyil. Bitdən bayta keçmək üçün eynirsən? Bitdən bayta keçmək üçün 8-ə bölürəm. Bəli, bəli. Bu 7 tam 64. neçəsə eləyəcək də? Aha. Deməli, neçə Onda bayt götürəcəyik? 8-ə yaxın. Bir 8. şifrə o 8 bayt, düz? Aha. Deyir ki, bir istifadəçinin qeydiyyatı üçün 16 bayt tələb olunur. Əlavə məlumat nə belədir? 8 bayt para olursa, deməli yerdə qalan 8 baytda əlavə məlumatda. Başa düşdüm. 16-dan elə bir 8. Başa düşdüm. Ondan sonra 74. Neçə nömrə? 74. 74 eynidir. 74 Eynidir. eynidir. Sağ. 75 bəs o da eynidir. Yox. Burada deyir ki, 5 dənə bu simvoldan istifadə edib bütün 4 hərfli kodlar yazılır. Bu kod bu şərtlərə ödəməlidir. B hərfi ya kodun ikinci mövqeyində istifadə olunur, ya da kodda heç istifadə olunmur.
Hər hərfi təkrarlana bilər. Kənar neçə müxtəlif kod istifadə edə bilər? 5 dənə şey Deməli, var. bax, burada 4 məsələ nədir? Əgər B-ni bura yazsaq, neçə mümkün aha, hal var? Burada. 4 4 hal, 4 hal, 4 hal. Düz? aha. Bir də nə ola bilər? B ümumiyyətlə olmaya bilər. Onda hər birində Burada da 5 olacaq. hal, 5 4 hal, 5 olsun, hal 4 olacaq olsun, da. 4 olsun, 4 hal olur. Elə deyil. Aha, Bu olur bizdə 256 hal. Bu necə olur? 64 hal. Sonra toplayırıq da 320 hal. aha. Ha, bir dəqiqə mən hə B-ni çıxmağından 4 dənə hal olur. Daha başa düşdüm. 76 eyni, 76 da eyni deyil onda. 1, 2, 3, 4, 5, 6, 7. 76 da eyni tiplidir. Neden yalnız. 76. Ha, eyni tipdir. Bəli. Baxın. Onda bir dənə 76, 77-yə. 77, 78. 77 eyni tip deyil axı. Hər Dibaya ikisi. bundan bundandır. Bundan. Ha, 70. mən bildim. Ondan Buradaki sonra suallar bax. var. 80'e kadar olan sualların hamısı həmin şeydir. Ha, ondan sonra onda məndə var 82. O da eyni şey deyil. Sonra 82. ölçüsü 1024 Burak 512 pikselden ibaret olan raster təsvirin informasiya həcmi 256 kilobaytdır. Rənglərin maksimal sayını istəyir də 1024 vurulsun, 512 vurulsun, x bit bərabər nəyə? 256 vurulsun, 213. Düzdür? Aha. Onu, ha, oradan ona elə hesab edir. 4 vurulsun, 512 vurulsun, x adı beraber 256 vurulsun, 10 üstü, 2 üstü, 10. Bir de ondan sonra 84. Neçə nömrə? 84. 3 səhifədən ibarət. Bu bayaqkındandır. Bayağı. Elə bilərsən. Bu 3 Üç səhifə saniye var. məsələsi var deyə tənliyə gətirdik. X, 2x, 4x. Topladı. Ha, ha, ha. Vurduk 1 bayta. Çünki IC-də bir simvolun 1 baytdır. Bərabər oldu 1400 bayta. Onda da bu da olacaq 7 yoksa mesela həcmimizlə gələn 3 səviyyədən ibarət. Elə bu da ondan da 7x plus 1 bərabər 1004'dür. 7x'i 1400'e böləndə eləyir 200 deyəsən. Hər 200, ikinci ikinci səviyyədə səviyyədə simvolları sayın çalışır. 200'de 2'ye oranı 400 edir də. Bəli. Hə, Əczası. onda bu qədər. Başqa sualım yoxdur. Hələ. Neçə, hamısını yazmışdın, yoxsa tam bitirmemişdin? Yox, 86'ya qədər yazmışdım. Onu 15'dən da tamamlayarsan. Bu aha, tamam. Nərmin xanımın səsi adı gəlmir. Salamatçılıqdır. Hə, müəllim, qulaq asıram. Başa düşürsən nəsə? Başa düşürəm, hə. Sənin sualın yoxdur? Hmm, belə də. Belə də nədir? İşləməmişik testləri. Min. Hə, işləmişəm, mən qrafikanı işləməmişəm, hələ keçməmişəm qrafikaya.
Gecikirəm. Bir də millət, biz o keçmədiyimiz dərslər var. Da neçə dənə? Bir dənə ya iki dənə dərsimiz keçməmişik deyəsən, hə? 3. Üç dənə, okey. İndi o üç dənə dərsin birini ən azından harasa salaq da bu həftə. Salaq. Hara salaq? 7-ci gündə. 7-ci günə salaq. Aa, bir 7-ci günə... dəqiqə. Yox, Hı. yox, yox. Nə oldu? 7-ci gün mən işim var. Yoxsa 7-ci gün deyildi. Mən dördüncü gün axşam saatları olar. Mən boşam vaxtı. Yəni nə olur olsun 8-dən sonra olsun da nə olar? 8-10 belə. Həmişəki saatımız. 8-də qoşula bilərəm. 4-cü Neçədə? günü mən də qoşula bilərəm. 8. 4-cü gün 8 yox. 4-cü gün 8-də dərsdəyəm mən. Hı hı. Onun yarısı qurtarır dərsim. Onun yarısı uyğun olarsa qoşulaq. Tamam uyğundur. Hə? Mənə uyğundur. Aldım. Nərmin, sən də? Bir dəqiqə baxım. Bax. Hə, qoşularıq. Okey. Onda belə bir şey eləyək də. Mən sizə bir dənə sınaq yollayım. Siz onu işləyin. Asta-asta. Çalışın ki, nəsə eləyəsiniz. Yaxşı yaza bilməsə təvəzzüdən düşməyin amma. Tamam? İndi işləyər ya evdə işləyər? Ee, bu testin hamısını tamamlayırsınız 4-cü günə qədər. Bu Aha. bir. Bir də əslində atıram, belə deyin də 4-cü günə qədər onu işləyin. Amma belə bir şey var. O vaxtlandır. Okay, 1 saat vaxt olacaq. 30 sualdır, 1 saatda vaxtdır. Elə deyin ki, şey olmasın. Yəni açdınız, ayda işim çıxdı, qoydum, getdim, sonra gəlsəz vaxt bitmiş olacaq. İşləyə bilməyəcəksiniz. Haydi o. Okay? Ha, link kimi bir şey olacaq da onda. Bəli, linkin üstünə vuracaqsınız, oradan işləyəcəksiniz. Oxuyan azdan. Linkdə screenshot götürüb onu işləmək olar sonradan. Onlar olmasın, amma birbaşa işləsəz daha yaxşı olar. Yəni sınaq kimi vaxt qoyun 1 saat, oturun işləyin onu. Ha, Sırf tamam. keçdiyimiz mövzuda başqa bir şey yoxdur. Baxaq görək o mövzudan nəyi bilirik, nəyi bilmirik, nə səviyyədə bilirik. Yəni siz yazanda mənim üçün də rahat olur da, buradan izləyə bilirəm axı onun nəticəsini. Tamam. Yəni bu dəqiqə yazmağınız şərt deyil, amma elə yazın ki, yəni qoydunuz 1 saat onun üstündə otura biləcəksiniz. Bax elə. Tamam. Yaxşı. Olar nəmi? Hə, hə. Okey, indi bir saniyə mən onu tapım, sizə göndərim. Mənim yeni dərs keçəcəyik bugün. Yox, onu tamamlayın, 4-cü gün keçərəm. Tamam. Bir saniye. Abdülkadir için sınavlar yok değil. Sınavları. Yolladım kızlar. Ha, tamam. Hə, onu işləyək onda.
Ona bu günü sağlaşıram sizlə. Sabah yox, biri gündür də dərsimiz. Biri gün inşallah. Amma eləyək də. Nə idi onun adı? Anlayaq. Hələ işləyək bitsin. Həm sınağı işləyin, həm də o qalan testlərimiz kimin nəyə qalıbsa bitirin, tamamlayın. Hı Bilək ki, hı. bitdi, artıq keçək təzə mövzuya. Olar? Tamam. Çünki çox yubanırıq. Okey. Tamam oldu. Yaxşı mən. Okey. Oldu o zaman. Gecəniz xeyrə. Sağ Sağ ol. olun. Sağ olun.